Salam, gəlin bugün birgə informatikadan 2025-ci ildə MIQ imtahana düşən bəzi sualların izahına baxaq. Gəlin başlayaq birinci sualdan. Qələmimiz seçilibmi? Hə. Deməli, gəlin şərtə nəzər yetirək. Bizdən nə istəyir? İlk rəqəmi 4, son rəqəmi 2 olan və rəqəmləri təkrarsız olan neçə 5 rəqəmli natural ədəd düzəltmək olar? Bu riyaziyyat bilənlər bilir ki, bunu riyazi üsulla həll eləyə bilərik. Deməli, gəlin belə eləyək. Bizdən 5 rəqəmli natural ədəd istəyir. 5-ni də qeyd elədik. Daha sonra bizdə şərtdə nə istəyir? Gəlin fərqli qələmlə yazaq onları. Deməli, deyir ki, ilk rəqəmi 4. 4-ü qeyd elədik. Son rəqəmi isə 2 olsun. Qeyd elədik. Qalanları təkrarsız olmalıdır. Biz bilirik ki, ədədlər rəqəmlərdən təşkil olunur. O zaman nə edəcəyik? 4 istifadə olunub, 2 istifadə olunub. Bizdən də təkrarsız istəyir. Bizim neçə rəqəmimiz var? 0-dan başlayırıq 10-a qədər. Bizim 10 rəqəmimiz var. Deməli, 10 rəqəmdən biri birinci hissədə istifadə olunub, ikincisi isə axırıncı hissədə istifadə olunub. Deməli, qalan yerlər üçün biz məsəl üçün ikinci yer üçün neçə ehtimalımız qaldı? 10-dan ikisini çıxırıq, 8 ehtimal bu üçün qaldı. Daha sonra, axı təkrarsız deyir. 8 ehtimaldan hər hansı birini bura yazdıqdan sonra biz bura yazılanı üçüncü yerdə istifadə edə bilmərik deyə bura artıq bizim 7 ehtimalımız var. O zaman bu hissəyə neçəsi qalacaq? 6-sı. Deməli, burada bir ehtimaldır, sadəcə 4. Burada bir ehtimal, sadəcə 2. İndi nə edəcəyik? Bunları bir-birinə vuracağıq. Çaşdırmasın bu sizi. 4-lə 2-ni vurmuq bir-birinə. 4 istifadə olunub deyə bir ehtimaldır sadəcə burada. Amma burada məsəl üçün 4-dən başqa 4 və 2-dən başqa bütün rəqəmləri istifadə edə bilərik. Bunları bir-birinə vururuq və nəticəni əldə edirik. Deməli, 8 vurur 7, 56. 56-nı da 6-ya vursaq 336 eləməlidir, səhv eləmirəmsə. Cavabımız belə bir şey olacaq. Səhv vurdumsa artıq özünüzə yoxlayarsınız. Deməli, keçək ikinci sualımıza vaxt itirmədən. İkinci sualda nə deyir? Deməli, girişə natural ədədlər daxil edilir. Hər ədəd üçün də belə bir şərt var. Şərt demək, ədədin 4-ə bölünməsindən qalan qalıq, 3-ə bölünməsinə və 2-yə bölünməsinə qalan qalıqlar var. Aha. Daha sonra nə deyir? Deyir ki, ardıcılıqlar soldan sağa birləşdirərək 3 rəqəmli ədəd qurulur. Bəli, 3 rəqəmli ədəd. 1, 2 və 3. 3 rəqəmli ədədimiz var. Bu qayda ilə neçə fərqli 2 rəqəmli ədəddən 301 qurular? Artıq bizə 3 rəqəmlini verib 301. Və deyir ki, bu neçə 2 rəqəmli ədəddən qurulur? Deməli, nə edəcəyik? Bura fikir verməliyik qabaqca. Soldan sağa. Soldan sağa. Deməli, 3 olacaq. Verilən ədədləri 4-ə bölünməsi alınan qalıq 3 olmalıdır. 3-ə bölünməsinə alınan qalıq 0, 2-yə bölünməsinə alınan qalıq isə 1 olmalıdır. Bunları yazdıq. Bu bizim əsas açar sözlərimizdir. Deməli, sonra nə istəyir bizdən? 2 rəqəmli ədəd istəyir. Bunun əslində bütün 2 rəqəmli ədədləri yazıb seçib eləmək də olar, amma çox uzun gedər. Nə edə bilərik? Gəlin əkobunu tapaq. 4, 3, 2. Bunların əkobunu tapaq. Yəni, ən kiçik ədəd ki, 4-ə, 3-ə və 2-yə bölünür. Baxaq. Deməli, bunu hesablamağa ehtiyac yoxdur. Əkobun tapılması üsulunu yəqin ki, bilirsiniz. Amma bu 12 verəcək onsuz da bizə.
Yəni 12. Deməli, bizim bu iki rəqəmli ədədlərimiz 12-nin misilləri olmalıdır. 12-nin qatları olmalıdır. Yəni biz bunu 12n ilə ifadə edə bilərik. Amma nəzər yetirməli olduğumuz bir şey var. 3-ə bölündə 0 olmalıdır. 2-yə bölündə qalıq 1, 4-ə bölündə 3. Əslində bilirsiniz ki, 4-ə bölünəndə qalıq əgər 3 olursa, avtomatik 2-yə bölünəndə qalıq 1 olur da. Yəni hər hansı bir ədədi götürsək, məsəl üçün 15 ədədini biz əgər 4-ə bölsək, görürük ki, 3 qalıq qalır, amma 2-yə bölsək 1 qalıq qalır. Yəni biz əsas burada 4-ün qalığını götürə bilərik. Deməli bizim bu iki rəqəmli ədədlərimiz bu düsturla tapılmalıdır. Və iki rəqəmli dediyi üçün ondan aşağıya baxmırıq. Yəni 3, 4 və s. bunlara baxmayacağıq. Deməli nə edirik? Gəlin n-in yerinə 1 qoyaq, elə birdən başlayaq. Elə 15 eləyir, bayaq baxdıq. Həqiqətən 15-i 4-ə böləndə 3 qalıq qalır, 3-ə böləndə qalıq qalmır və 2-yə böləndə 1 qalıq qalır. Deməli bu düsturumuz şərtimizi ödəyir. Deməli 1-i qoyduq, 2-ni qoysaq eyni şəkildə olacaq. Gəlin siz qoyaq yoxlayaq. Məsəl üçün 2-ni qoysaq neçə eləyəcək? 24. 24-ün üstə 3, 27. 27-ni 4-ə böləndə bizə verəcək 6, 3 qalıq qalacaq. 3-ə böləndə qalıqsız 9, 2-yə böləndə 13 eləyəcək və 1 qalıq qalacaq. Əla, şərtimiz tam ödəyir. Gəlin n-in yerinə nə qoyaq? N-in yerinə 9 qoyaq. 9 qoysaq, 12-ni 9-a vuranda 8, 108 eləyir. Üstü 3 gələndə 111 nəticəsini verir bizə. Amma bu bizim şərtimizi ödəmir, çünki artıq bu iki rəqəmlə də dolmur. 3 rəqəmlə də dolur. Buna deməli 9-u götürürük. 8-ə baxaq. 12 vur 8 neçə eləyəcək? 6, 96. 96-nın üstü 3, 99. Bu şərtimizi ödədi. Əla. Deməli 99-u biz 4-ə bölsək, həqiqətən də 3 qalıq qalır. 24 eləyir, 3 qalıq qalır. 2-yə bölsək də 1 qalıq qalacaq. Eləyəcək 49. 49 eləyəcək, 1 qalıq qalacaq. 3-ə də qalıqsız bölünür onsuz da. Deməli 8 daxildir, 9 daxil deyil. Bu nə deməkdir? 1-dən 9-a qədər, yəni 9 daxil deyil. 1-dən 9-a qədər də neçə rəqəmimiz var? 8. Deməli, nəticəmiz neçə oldu? 8. Bu qədər. Buna da hansı rəqəmlər daxil olacaq? 1, 2, 3, 4, 5, 6, 7 və 8. Həqiqətən sayəndə görürsünüz ki, 8 dənə eləyir. Keçək 3-cü suala. Bilirik ki, MİQ-in əsas tərkibini Python və alqoritm məsələləri təşkil edir. Ümumiyyətlə Pythonın var idi, hardasa 4-5 sual olmalı idi. Gəlin baxaq. Çünki Python çox insanın çətinlik çəkdiyi mövzudur deyə MİQ-də Pythondan və vacib informatikanın demək olar ki, ən vacib hissələrindən biridir. Ona görə MİQ-də çox qabağımıza çıxır. Gəlin baxaq şərtinə. Deməli, bizdə A-nı 10 verib, B-ni 8, C-ni 6. Əla. Bu şərtimiz var. Sonra bizə if else verib. Deməli, biz bilirik ki, bu if ayrıdır da. Yəni, məsələn, bu if-lə else birinci if-in daxilində olan bloklardır. Yəni, əgər bu if doğru olmasa, biz else-ə düşəcəyik. Amma doğru olsa, buradakı şərt, biz else-ə ehtiyacımız olmayacaq. Gəlin baxaq. Şərtdə nə deyir? A C-dən böyükdür. A-mız 10-dur, C-miz 6-dır. Həqiqətən də 16-dan böyükdür. Doğrudur deməli. Və and var. And o deməkdir ki, hər iki tərəf doğru olsa, doğru götürüləcək. Yəni, əgər ikinci şərt ödənmirsə, biz yenə else düşməliyik. Bir ikinci şərt ödənir. B böyükdürümüz C-dən. B-ni 8 verib, C-də 6. Həqiqətən də böyükdür. Deməli, bu ödəndi. If şərti doğrudur. Bizim else heç bir ehtiyacımız qalmadı. Bunu silək ki, bizi çaşdırmasın.
Keçək ikinci burada nə verilib? S-nin üstü 3 gəlib. S-miz 6-dır, üstü 3 gəldik. 9. Deməli S-miz neçə oldu? 6 üstə gəl. 3, 9. Keçək ikinci ifə. Aha, yenə if doğru olsa əgər biz bu elsə keçməyəcəyik. Doğru olmasa keçəcəyik. Baxaq. A-mız B-dən böyükdürmü? A-mız hələ də 10-dur, B-miz də 8-dir. Həqiqətən də 10 8-dən böyükdür. Deməli bu şərt də ödəndi. Bizim yenə bu elsə heç bir ehtiyacımız qalmadı. Bizdə nə deyir? İfin altındakı şərtə baxsaq əgər A bərabərdir A vur 2. A-mız neçədir? 10-dur. 10-u 2-yə vuranda neçə eləyir? 20. Deməli, B-də heç bir dəyişiklik olmadı. B-miz hələ də 8-dir. Bizdə printdə, yəni çapda istəyir ki, sırasına mütləq fikir verməliyik. Necə istəyirlərsə o şəkildə çap olunur. Məsələn, A. A-dan başlayıb, deməli bizdə çapda olacaq 20, sonra B 8 və ən sonda S, yəni 9. Nəticəmiz bu olacaqdır. Keçək dördüncü suala. Dördüncü sualda yenə bir Python sualıdır. Bizə eni verib və belə bir şərt verib. Adətən bu məntiq nə üçündür? Ədədi tərkib hissəni ayırmaq üçündür. Qalığı tapırıq, tam hissəni tapırıq və qalığı tapırıq. Yəni siz buradan qeyd edək. Bilirik ki, bu işarə bizə tam hissəni verir. Tam. Faiz işarəsi də bizə nəyi verəcək? Qalıq hissəni verəcək. Səliqəsiz yazıram, buna çox fikir verməyin. Deməli, başlayaq artıq həll eləməyə. While-da nə verib bizə şərt olaraq? Deyir ki, n böyükdür 100-dən, onda bu şərtləri yerinə yetir. Bu dövrü eləməliyik. Deməli, n əgər kiçik olsa 100-dən, artıq biz dövrdən çıxacağıq. Nə qədər ki, belə deyil, n 100-dən böyükdür, davam eləyəcək. Gəlin başlayaq. N-imiz neçədir? Bu uzun ədəd. Deməli, gəlin addımları biz dövr bir neçə dəfə davam eləyəcək. Gəlin birinci yazaq, başlayaq. Bunu sileyim, düz yazım. Səliqəli görünsün. Eləmin rəngini də dəyişək, eləyək belə. Deməli, birincidən başlayırıq. Birinci addımımızda nə edəcək? Deməli, n-imiz neçədir? Bu ədəd deyil. Ona bölürük, tam hissəni götürürük. Onda n neçə olacaq? N olacaq 8, 9, 7, 4, 5, 6, 8, 7. Yəni 9 silinəcəkdir. 9-u sildik, qaldı burada elə bir rəqəmimiz. Biraz səliqəsiz oldu, ümid edirəm ki, başa düşərsiniz. Daha sonra keçirik K-da bizdən nə istəyir? K-nı sıfırdan başladıq bu arada. Buradakı K birinci addımda sıfır olacaq. Daha sonra belə bir ifadə verir. Aha, indi burada hardan başlamalıyıq, bunu bilməliyik. Pythonda birinci vurma olunur, daha sonra biz qalıqla bölməyə keçə bilərik. Deməli, birinci nə etməliyik? 3-ü bu n-ə vurmalıyıq, daha sonra ona bölüb qalığı tapmalıyıq. Amma təbii ki, biz bu uzun ədədi 3-ə vursaq, çox vaxtımız gedər. Xüsusilə də MIQ imtahanında belə bir vaxt yoxdur ki, biz bu uzun ədədi 3-ə vuraq dəfələrlə. Özü dövr görürsünüz ki, çox davam eləyəcək hələ. O zaman nə edə bilərik? Gəlin bunun rahat üsuluna baxaq. Axırıncı bu 7 rəqəmini götürüb 3-ə vurarıq. Nə olacaq? Bizə nə verəcək? 21.
Əla. Nə edəcəyik? 21-i böləcəyik sonra 10-a. Bizə nəticə 2 verir. Amma biz burada qalıq istəyirik axı. Nəticəmiz 1 olacaq. Yəni 21-i 10-a böləndə qalıq 1 qalır. Deməli, k-mız neçə oldu? 1. Buradakı k-da bilirsiniz də birinci addımda 0 olur. Keçək ikinci dəfə. İndi artıq enimiz bu ədəd deyildi. Enimiz bir endə 10-a böləndə, yəni axırıncı 7 rəqəmi silinəcək və bizə verəcək 8, 9, 7, 4, 5, 6 və 8. Əla. İndi artıq burada diqqətli olun. K-nı tapmışıq 1 və burada K var. Birinci sıfırdan başlayırdı, amma ikinci addımda artıq biz birincidə aldığımız K-nın yerinə yazırıq. Və burada K-nın yerinə nə yazdıq? 1. Niyə? Çünki biz birincidə 1 almışdıq. Əla, davam edək. Nə edəcəyik? Yəni 3-ə vururuq n-i. Bütün n-i 3-ə vurmağa ehtiyac yoxdur. 8-ə vuracağıq 3-ə. Neçə eləyəcək? 24. 24-ü 10-a böləndəki qalıq neçə eləyəcək? 4 qalığımız olacaq. K-mız neçə oldu? 5. Keçirik 3-cü addıma. Əslində başa düşəndən sonra rahatdır, yəni çox uzun çəkir yox, amma ki o imtahan stresi ilə və s. bəzən çətin ola bilir, insan çaşa bilir. İndi ikincidə yenə biz görürsüz, yenə eyni addımı davam edəcəyik. Çünki hələ də 100-dən kiçik deyil bizim bu enimiz. Yazırıq yenə bu rəqəmləri təkrar. 10-a böldük, artıq bizə tam hissəni istəyir və 8 gedəcək, bizdə axırda 6 olacaq. Məlumat. İndi gəlirik bu eni, bizim bu enimizi. Axırı 6-dır axı. İndi 6-nı 3-ə vuracağıq. 6-nı 3-ə vuranda neçə eləyir? 18. 18-i 10-a böləndə neçə eləyir? 8. Amma yenə unutmuruq 5-imiz var, k-mız var burada. Gətiririk k-nın yerinə burada 5 yazırıq. 3-də gəl. 18 böl 10. Buradan alınan qalıq. O da bizə verəcək 13. Sonra keçirik 4-cü addıma. 4-cü addımda artıq axırıncı enimiz nə idi? 897.456 idi. İndi bu ədədi biz bölürük 10-a. Axırıncını silirik yenə 6. Qaldı belə bir ədədimiz. Daha sonra k-nı tapmalıyıq. K-nı gətirib burada yazırıq. 13. Sonra 3-də gəlirik. Nə edəcəyik? 5-i 3-ə vururuq 15. 15-i bölürük 10-a. Neçə qalığımız qalır? 5. Nəticə nə olacaq? 18. Daha sonra keçək 5-ciyə. Yenə n. Eni 89.745-i biz yenə 10-a bölürük və tam hissəni götürürük. Nəticəmiz olacaq 8974. İndi k-nı tapmalıyıq. Yəni eyni üsulla davam edəcəyik. Ta ki 100-dən kiçik olana qədər. Biraz uzun və yorucu prosesdir, amma davam edək. Deməli 18 idi k. İşte gəlirik həmin bunu axırıncı rəqəmini 4-ü 3-ə vururuq. 12. 12-ni 10-a böldük. Qalaq 2. K-mız oldu 20. Keçək 6-cı addıma. İnimiz yenə 100-ə böldük. Baxırıq buradayıq da biz, elə deyil. 8974 100-dən böyükdürmü? Hə. Nə edəcəyik? Böləcəyik 10-a. 897. Bu 8-də biraz qəribə yazdım. Nəysə, 897. Deməli, k-mız neçə olacaq? Axırıncı dəfə neçə idi? 20 idi. Üstə də gəldik.
Yenə axırıncı rəqəmi 7-ni vurduq 3-ə. Belədir 21. 21-i də 10-a böldük. Qalıq 1. Nəticəmiz verdi 21. Daha sonra keçirik 7-ci addıma. Bir addımımız qalıbdı. 897 100-dən böyükdürmü? Hə. Heç oldu 89. Böldük 10-a, tam hissəni tapdıq. İşlədikcə diqqət edin siz o hissələrə. İndi K-nı tapmalıyıq. Deməli, axırıncı K-mız neçə idi? 21. 21-in üstünə neçə gələcək? 89. Axırıncı rəqəmlə 9-u vuruq 3-ə, 27. 27-ni 10-a bölürük 2, qalığımız 7. Elədi 28. İndi gəlin baxaq. Enimiz neçədir? 89. Bizdə şərtdə nə deyir? Deyir ki, əgər n 100-dən böyükdürsə deməli. Baxırıq ki, enimiz 89-da deyil. 89 olub artıq. 89 100-dən böyükdürmü? Yox. Deməli, dövr burada dayanacaq. Dövr burada dayanır və bizim nəticəmiz 28 olur. Bu siz çaşdırmasın. Deyərsiniz, niyə 89-u hesabladıq? 89 100-dən kiçikdir, niyə davam eləyirik? Biz çünki 89-u burada yoxlayıb düşməmişik aşağı. 897-ni yoxladıq, 100-dən böyükdür. Sonra 89-a çevirdik biz onu. Yəni 89-u yazmamışıq əslində biz ora. Ona görə də 89 olanda n hesablamamızı aparırıq. Ümid edirəm ki, aydın oldu. Biraz qarışıq görünür, hə, qəbul edirəm, amma sual özü onsuz da biraz zaman alan sualdır.